Salam, Codera'dan baxaraq 3.2-yə kod və kodlaşdırma, ikilik kodlaşdırma. Birinci sualda nə deyir? Birinci sualda deyir, bu rəqəmlərini istifadə etməklə 3 rəqəmli neçə ədəd düzəltmək olar? 3 rəqəmli ədəddir bu, ədədimizdir. Burada məsəl üçün bu 6 rəqəm var. 6 rəqəmlə, məsələn, mən 6-sını da qoya bilmərəm bura. Çünki 0-la başlaya bilməz. Yəni, ilk rəqəmə 0 qoya bilmərəm. Demək, neçəsini qoya bilərəm? 5 dənəsini. Yəni, 1, 2, 3, 4, 5 rəqəm qoya bilərəm. 5 hal oldu. İkinciyə məsəl üçün hansıları qoya bilərəm? 0 da daxil olmaqla hamısını qoya bilərəm. 0, 1, 2, 3, 4, 5 hamısını qoya bilərəm. Yəni 6 dənə rəqəm qoya bilərəm. Digərinə də 0, 1, 2, 3, 4, 5. Burada da 6-sını qoya bilərəm. Yəni neçə dənə oldu? 5, 6-ya 30, 36-ya 180. B variantı. İkincidə isə deyir, rəqəmlərini istifadə etmək, rəqəmləri təkrarlanmayan neçə 3 rəqəm. Burada təkrarlanır da, yəni hamısı eyni ola bilirdi. İndi mən baxıram, təkrarlanmayan istəyir. Təkrarlanmayan nə olacaq? Bura məsələn neçəsini qoya bilərəm. Bax, 1-i, 2, 3-ü, 4-ü, 5-i qoydum. 5 halım burada oldu. Sonra mən bura 0-ı qoyuram, deyək ki. Bax, məsələn, mən 1-i bura qoymuşam, məsəl üçün, misal üçün. Və yaxud da axırdakını götürək, 5-i götürək. 1-i qoyuram, 2-ni qoyuram, 3-ünü qoyuram, 4-ü qoyuram, 5-i qoyamıram. Çünki 5-i burada deyək ki, istifadə eləmişəm. Və yaxud da 4-ü burada istifadə eləmişəm. Mən indi 5 götürdüm. İstifadə elədiyimə görə neçə rəqəm qalır? 1, 2, 3, 4, 5 rəqəm qalır. Yazıram bura 5. Sonra digərində də məsələn 0-ı qoyuram, 1-i qoyuram, 2-ni qoyuram, 3-ü qoyuram, 4-ü qoyuram, 5-i qoyuram, ancaq qoya bilmirəm. Niyə? Çünki mən bax bura baxın, deyək ki 0-ı bura qoymuşam. Ona görə bax buradan 0-ı silirəm. Misal üçün deyirəm, deyək ki bax 5-i bura qoymuşam, axı burada da qoymadım. Demək bax bura da qoya bilmərəm də. Mən bir dənə burada 5-i qoyuram. Demək burada neçə hal oldu? 1, 2, 3, 4 hal oldu. Deməli 4. Nə edirəm? 5-i vururam 5-ə, 25, 25-i də 4-ə. Bu da eləyir 100. İkinci oldu 100. Üçüncüdə də rəqəmlərini istifadə etməklə rəqəmləri təkrarlamaq neçə 3 rəqəmli cüt ədəd düzəltmək olar. Neçə 3 rəqəmli cüt ədəd deyirsə, son cüt ədədlər hansı olmalıdır? Məsələn, deyək ki, bura hansı rəqəmləri qoya bilərəm? 0, 2-ni, bir də 4-ü bu rəqəmlərin arasından. Məsələn, mən deyək ki, birinci 0-ı götürdüm. 0-ı qoydumsa, hələ bunu saxlayıram da. 0-ı qoymuşam. Sonu 0 olan rəqəmlər, neçə dənə 0 olan rəqəm var? Məsələn, burada başda mən 5 dənə rəqəm istifadə edə bilirəm. Dedik ki, başdan 0-dan olmaz. 5 dənə rəqəm istifadə edə bilirəm. 1-i, 2, 3-ü, 4-ü, 5-i. Qoydum, neçədən oldu? 5 dənə. İkincidən mən, bax, 0-ı qoya bilmirəm. Niyə? Çünki burada 0 var. Ona görə, bax, bura 1-i, 2-ni, 3-ü, 4-ü. Deyək ki, məsələn, mən burada 5 istifadə eləmişəm, da burada 5-i qoymayacam. Və yaxud da 1-i istifadə eləmişəm, burada 1-i qoymamalıyam. Neçədən oldu? 1, 2, 3, 4 dənə oldu. Burada təkcə 0 qoyduğuma görə neçə hal oldu? Bir dənə. Demək, 5 vurulsun 4, vurulsun 1. Bu da neçə eləyir? 20 eləyir. Bax, burada 20 hal oldu. 20 hal. İndi baxıram, bu digər 2-ni qoyacaq. Bax, 3 dənə üçlük rəqəmdir. Bura 2 qoyuram. Təkcə 2. 2 də 1 haldır da, yəni bu 1 hal. Məsələn, bunlar 4 haldır, 6 haldır. Bu da təkcə 2 qoyduğuma görə 1 hal olur. Buradan demək neçə rəqəm qoya bilərəm? 0-dan başlayıb 0 qoymuram, 1-dən başlayım. 1, 2, 3, 4, 5-ini qoydum. Bax, 2-ni qoya bilmirəm. Niyə? Çünki mən 2-ni burada istifadə eləmişəm. Amma burada da 0-ı qoymadım. Niyə? Çünki 0-ı burada istifadə elədiyimə görə. Demək, mən burada da 2-ni istifadə eləyə bilmərəm başda. Bax, 2-ni çıxardıram. 2 olmaz. Biraz bu tərəfdən yazır. 2-ni qoya bilmərəm. 1-i, 3-ü, 4-ü, 5-i qoyuram. Sonra keçdim. Burada neçə aldı? 2, 3, 4 hal. 4 hal burada oldu. Sonra keçirəm bax bura. Burada neçəsini nəyə qoya bilərəm? Deyək ki, məsələn də 1-i, bax 2-ni qoya bilmirəm. Deyək ki, 3-ü, 4-ü. Məsələn, deyək ki, bax 5-i burada istifadə eləmişəm, da burada istifadə eləmirəm. Deməli, neçə oldu bir dəqiqə? 0, 0 da qoya bilərəm. Bu 0-dan başlayayım. Bax, 0-ı qoya bilirəm. Başda çünki 0 istifadə olunmadı, ona görə 4 hal oldu. Amma bura 0 qoya bilirəm. Burada da 0 olmadığı üçün, üstə 0 var idi deyə 0 qoymadıq bura. 0-ı qoyuram, 1-i qoyuram, 2-ni qoyamıram, buradadır. Deyək ki, 3 də buradadır. 3 olsun, 4 olsun, fərqi yoxdur. Qoymuram, 4, 5. Neçə hal oldu? 1, 2, 3, 4. 4 halda burada. Bunları bir-birinə vururum. 4-ü 4-ə, 16, 16 1-ə, 16. Burada neçə hal oldu? 16 hal oldu. Hal. Sonra gəlirəm bura, deyir, deməli, cüt rəqəmlərdən 4-ü götürəm. Bax, 1, 2, 3. Cüt rəqəmlərdən 4-ü qoysam əgər, bura 1 hal oldu, bir dənə 4-ü qoysam. Bura hansı rəqəmlər qoya bilərəm? 1-i, 2-ni, 3-ü, bax 4-ü qoymuşam, 4-ü qoyamıram, 5-i. Neçə hal oldu? 1, 2, 3, 4. 4 hal oldu. Digərinə baxıram, 0-ı qoya bilirəm, 1-i, 2-ni, 3-ü, 4-ü qoymuşam, 4-ü qoya bilmirəm. Misal üçün, burada deyək ki, 5-i qoymuşam, 5-i burada qoyamıram.
Misal, amma sayanda burada demək necə oldu? 1, 2, 3, 4 dənəsini qoya bilərəm da, yəni burada. 4 də belə. Yəni vururam bunları, bu da eləyir 16 hal. Bunların hamısını mən cəmləsəm 20 üstəgəl 16 üstəgəl 16. Bu da eləyir 52. Hansı variantdır? D variantı. Dördüncüyə baxaq. Dördüncüdə deyir 104 və 8 rəqəmlərindən istifadə etməklə 8 rəqəminin təkrarlanmadığı neçə 3 rəqəmdir? 8 rəqəminin təkrarlanmamalıdır, amma digərləri təkrarlana bilər. Birinciyə hansı rəqəmi qoya bilərəm? 3-ü, 4-ü və 8-i. 3-ünü də qoya bilərəm. İndi ikinciyə 8-i qoya bilmərəm. 3-ü ilə 4-ü amma qoya bilirəm. Bu burada da 3 ilə 4-ü qoya bilirəm. Yəni burada neçə hal oldu? 3 oldu. Burada neçə hal oldu? 2. Burada neçə hal oldu? 2. 2 də 3-ün 6. 6-nın da 2-yə 12. Burada 12 hal var. 12 hal. İndi deməli 8 rəqəminin təkrarlanmadığı, daha doğrusu təkrarlandığı təkrarlandığı neçə? İndi mən baxıram ki, burada deyək ki, neçə dənə hal qaldı? Bir dəqiqə 12 təkrarlanmadı. Heç olmadığı. 8 rəqəminin heç olmadığını yazın da, yəni heç olmadığı hal. Məsəl üçün burada 3 ilə 4 qoya bilirəm. Heç olmayan hal. 3 ilə 4-ü də qoya bilirəm. 3 ilə 4-ü qoya bilirəm da. Yəni 8 olmasın. Amma bu ikisini qoya bilirəm da. Məsələn, bu rəqəmlərdən düzəldir. Məsələn, 333, nə bilim, 344. Bunlar təkrarlanır da. Amma içərisində nə yoxdur? 8 rəqəmi yoxdur. Demək 2 hal buradadır, 2 hal buradadır, 2 hal da buradadır. Bunlar bir-birinə vururuq. 4, bu da 2, 8. Burada da 8 hal oldu. Bunları toplayıram. 12 üstəgəl 8 bərabərdir 20. Deməli, nə imiş? D variantı 20. 5-ciyə baxaq. 5-cidə nə deyir? Deyir ki, cədvələ əsasən bu kodun hansı sözə uyğun olduğunu müəyyən edir. Məsələn, baxıram 6. 6-nın kodu nədir? Hərfi T-dir. Bu birinci demək T-dir. Baxıram, bunları silirəm. Sonra gəlirəm 1-ə baxıram. 1 nədir? E-dir. Baxıram elə hamısında. Üçündə də E-dir. Texni, İ-yə kimi düzdür. Mən sonlarına baxıram. Bax, son, bu da idi, bunda K-dır, bunda A-dır. Bir-bir hamısını yoxlamıram. Mən baxım görüm, axırı nədir bunun? 2-dir. 2 nədir? A-dır. Demək nəymiş? C variantı. Sonra 6-ya baxaq. 6-da verilmiş kod cədvəlinə əsasən 5 və T simvolunun kodlarının 8-lik simvolun sistemindəki cəmini müəyyən edir. Baxıram 5-i tapmaq üçün. Burada 3 60-dırsa, 12 69-dursa, mən baxıram ki, bunlar bir-biri artıq da 3-dən 12-yə 9 rəqəm əlavə olunur və 69-a 9. Demək 4 61-dir, 5-də 62. Demək mənim 5-im 62-dir, 10-luqda 62-dir. İndi T simvolum isə bax ümumiyyətlə böyüklə kiçik arasındakı məsafəni tapmaq üçün nə edir? 93-dən 78-in çıxır. Bu da eləyəcək yəqin ki, deməli neçə? 13, 13-dən 8-ini 3 5. 5, 9-dan da deməli 9 qalmış, yerdə 8 qalmış. 8-dən də 7-sin 1-i. 15. Elə oldu. Aha, baxıram ki, böyük T-nin B ilə kiçik B arasında 15 deməli məsafə varsa, demək böyük T ilə kiçik T arasında 15 məsafə ola bilər, 15 rəqəm məsafəsi. O zaman nə edirəm? 81-in üstünə gəlirim 15-ini. Eləyir neçə? 46. Bu elədi 46. Bu nəyincidir? T-nin cavabı. Kiçik T-nin. İndi deyir ki, 8-ci sistemdə cəmini müəyyən edir. Bunlar 8-ci, bunlar 10-luqdadır. İndi mən burada nə edirəm? Bunları 8-liyə çevirəcəm. İndi 8-liyə çevirmək üçün birinci bunu da toplayıb cəmin sonra 8-liyə də çevirə bilərəm. Və yaxud da tək-tək də bundan 8-liyə çevirib toplaya bilərəm. Məsələn, belə eləyək də. 62, deməli, üstə 46-ın gəlində 100, 108 eləyir. Bax, 108, ümumiyyətlə 108-dir. 16-lıq, daha doğrusu 10-luqda. 108, düzdür? 108. Mən bunu 8-yə çevirməliyim. 108-i böləcəm 8-ə. Buradan 1 düşür. 8, 2, 8 bölünmür. 8, 28, 28-i 8-ə. Deməli, 3, 4 dəfə sonra 3 dəfə 3 dəfə 8-in 24. Buradan 4 qalır. 13-ü 8-ə. 1, 8, 5, 1, 5, 4 belə. Deməli, 154. Niyə düz çıxmadı? Haradasa səhv elədi. Bir də baxaq.
Bax, bu deməli oldu 61, 4-dür, 63, 5-dir, düzdür. Bu 61, 62-dir. İndi kiçik buna baxaq. Böyük B ilə kiçik B arasında 93, belə bunu yoxlayım. 93-dən çıxıram 78-ini. Aha, görüm arasında nə qədər məsafə var. 13-dən 8-ini çıxanda 5, buradan da 8-dən 8-dən 7-ni 1. Bu 15-dir da, ha. 15. İndi kiçik bunun üstünə 81-in üstünə gələcəm 15-ini. Bu eləyir 6. Bu da olur 96. Mən bura 46 yazmışam. Hə. Səhvlik burada eləmişəm. Aha, yaxşı. 96. Ona görə bundan təzdən böləcəm. 96-nı üstünə 62-ni gələndə. Gəlin buna ilə 8-ə ayrı-ayrı da çevirə bilərik. Ayrı-ayrı çevirim. Deyək ki, 62-ni 8-ə bölürüm. Bu deməli 7 dəfə 8-in 56. 12-dən 6-sın 6. Sonra 76 elədi. Bax, bu 76-dır. 8-likdə 76-dır. İndi buna tapıram. Deməli 96-nı 8-ə bölürəm. Deməli 1, 8, 1, 16, 2, 16, 0. 12-ni 8-ə. Deməli 1, 8, 4, 140. Bu da elədi 140. 140. 8-likdə. Bunları 8-likdə cəmləyirəm. 140-ın üstünə gəlim nəyə? 76-nı. 6, 11, 1 yadda. Bu da 2. 216. Hansında? Y variantında. 7-ciyə baxaq. Bir ikilik rəqəm simvolu necə bitdir? Bir dənə ikilik rəqəm, məsələn, 0-da olsa, 1-də olsa, 1 bitdi. Bu da 1 bitdi, bu da 1 bitdi. Y variantı. 8-ci sualda. 8-ci sualda belə bir simvollar verilibdir. Uyğun olaraq onları belə kodlaşdırıb, məsələn, sual işarəsi belədir, diyez işarəsi belədir, ulduz budur, faiz də budur. İkili ədədlərdən istifadə olunub. Birinci mən diyez yazdım. Diyez neçədir? Diyez ikincidir. İkinci hansı idi? 101. Deməli 101 yazıram. Sonra 8-ci sualda belə yazım. Aha, 101 yazıram. Sonra diyezdən sonra necə? Sual işarəsi. Sual işarəsinin yerinə nə durur? 1, 1, 1. 1, 1, 1. Sonra avtobab əslində üstündə yazıram. Bax, bu 1, 1, 1-dir. Sonra bu ikinci nədir? 1, 0, 1-dir. Ulduz da 1, 1, 0, 1, 1, 0. Sonra faiz simvolu da sondakıdır. 1, 0, 0. Aha. İndi mən nə yazdım? Bax, diyezi yazdım. Diyez 1, 0, 1-dir. Sonra sual işarəsini yazdım. 1, 1, 1. Aha. Sonra gəlir ulduz. Ulduzu yazdım. Ulduz neçədir? 1, 1, 0. Buranı sileyim. Sonra faiz yazıram. Faiz neçədir? 1, 0, 0. Bir də diyez yazıram. Diyezdə 1, 0, 1. Sonra bunu deyir, ikili ədəd alınır. Alınan ikili ədəd 8 hissə sistemində ifadə edirik. Nə edirəm? Bunu 3 bölürəm. 1, 2, 4 yazsam, bu olacaq nə? 1, 2, 4. Bu olacaq 5. 1, 2, 4 yazsam, bu olacaq 7. 1, 2, 4 yazsam, 4 ilə 2, 6. 1, 2, 4 yazsam, bu 4'dür. 1, 2, 4 yazsam, bu da 5'dir. Demək, belə bir ədəddir. 57, 645. 57, 645 C variantı. 9-a baxaq. İkili ədədin informasiya həcmini müəyyən et. Burada informasiya həcmi deyəndə mən bunu hərəsi bir bitdirsə sayıram. 1, 2, 3, 4, 5, 6. Burada 6 bitdi. Yəni 1 bitdi. 0, 1 bitdi. Hamısını sayıram, 6 bit. 10-da 5 bitlə neçə müxtəlif vəziyyəti kodlaşdırmaq olar? 5 bitlə 2 üstü 5 yazsam neçə müxtəlif olur? 32 olur. B variantı. 11-də bir ölçədə avtomobil nömrələri 8 simvoldan ibarətdir. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bakın, hansısa bir ölçədir. Deyir, 20 hərf və 10 rəqəmdən istifadə. Yəni də deyək ki, hər hansı yerlərində 20 dənə hərfdən istifadə olunur. Deyək ki, bilmirik də, amma hansıdır. 10 rəqəmdən istifadə olunur. Deyir ki, hər bir simvolun informasiya həcminin 1 bayt olduğunu bilir. Hər bir simvol, məsələn də bu 1 baytdır, 1 baytdır, 1 baytdır, belə. Hər bir simvol 1 baytdır. 50 belə nömrənin informasiya həcmi soruşur. Neçə nömrə düzəlir demir.
Elə mənə bu lazım deyil ki, məsələn, demir da neçə dənə nömrə düzələ bilər falan, elə bir şey deyil. Məncə bu lazım deyil mənə. Onsuz da yarımçıq idi bu. Hərəsi 1 bayt olanda birində bir dənə nömrədə neçə bayt var? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə simvol varsa, arasında 1 bayt verirsə 8 baytdır. Birində 8 baytdır. İndi deyir 50 belə nömrəni kodlaşdırmaq üçün mən nə edəcəm? 50-ni vuracağam 8-ə. Bu deyilir 400. D variantı. 12-də deyir Azərbaycan əlifbasının yalnız kiçik hərflərindən istifadə etməklə ən çox neçə 6 simvollu kod düzəltmək olar? Yeni bir səhifə açın. Yalnız kiçik hərflər, 32 dənə kiçik hərfimiz var. Ən çox neçə 6 simvollu deməli, simvolu kod düzəltmək olar. 6 simvollu kod deyirsə 1, 2, 3, 4, 5, 6. Deməli, burada 32, burada 32, 32, 32, 32. Neçə dənə 32 eləyir? Deməli, 6 dənə 32-dir da. Buna görə də 6 üstündə 32. 6 dənə 32. 6 üstündə 32. Bir dəqiqə, 32 üstündə 6. 32 üstündə 6. 32-dən dönüşünki 6 dənədir. O da D variantı. Aha. Yəni, belə yox. Aha. 32-dən 6 dənə olduğu üçün, deməli, 32 üstündə nə? 6. 32, 32, 32, 32. Neçə dənədirsə, bu deməli 32 üstündə 6 sayı. 7 olsaydı, 33 üstündə 7 olacaqdı. 13. 26 simvolu ingilis əlifbasının yalnız kiçik hərflərini istifadə etməklə ən çox neçə 6 simvolu kod düzəltmək olar? 26 simvolu ingilis əlifbasının yalnız kiçik hərfləri, 26 dənə kiçik hərf var. Ən çox neçə 6 simvolu? Bu da neyin idi? Yəni 6 dənə, 26, neyəcək? 26 üstü 6. Sonra avtomatik qurğu 8 simvollu şifrə tərtib edir. Dəqiqə. Avtomatik qurğu 8 simvollu şifrə tərtib edir. Bu qurğunun tərtib etdiyi şifrənin ilk 4 simvolu, 26 simvolu əlifbanın 8 simvoludur. Demək, bunu silirəm üstdən. Buradan yazım. Bax, burada 8 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu qurğunun tərtib etdiyi şifrənin ilk 4 simvolu, 26 simvolu ingilis əlifbasının böyük və kiçik simvolları. Deməli, 26 dənəm ilk 4, 1, 2, 3, 4, bax, bura kimi. İngilis əlifbasının həm böyük, həm kiçik hərfləri yerləşir. Deyək ki, burada 2 dənə 26 var da, 26 üstü 2 deyək ki, 26 üstü 2, 26 üstü 2, belə. Daha doğrusu 2 üstü yox, 26-dan 2 dənə. 2 vur 26, 2 vur 26, 2 vur 26. Yəni toplayaq oraya. 26 ilə 26 çünki böyüklərlə kiçiklər dediyinə görə. Arada deyirdi, hə, böyük və kiçik simvollar. Hə. Deməli, bunu üstünə cərim edir neçə? 50 neçə? 2. 52. 52 dənə burada simvol, 52 dənə burada simvol, 52 burada simvol, 52 burada simvol. Aha. Sonra deyir ki, deməli, 4-ü isə 8-lik say sisteminin simvolları ola bilər. Bax, bunlar 8-lik say sisteminin simvolları. 8-lik də 0, 1, 2, 4, 5, 6, 7. 8 dənədir. Yəni 8 dənə simvol qoya bilərəm bura. 8, 8, 8, 8. Belə. İndi bura baxıram cavablarda 26 olan o heç onu keçdik. 52, burada məsələn 26 üstü 4 yox. Bax, 52 üstü 4. 8 üstü 4. Bax, bundan 52-dən isə 4 dənədir. 52 üstü 4. 8-dən isə 4 dənə. 8 üstü 4. Elə C variantıdır. 15-ə baxaq. Avtomobil nömrə nişanlarının hərf və rəqəmlər simvolları kombinasiyasından ibarətdir. Azərbaycanda avtomobil nömrələri region kodunun cəmi 74 variantı, 26 hərfi ingilis əlifbasının ixtiyari 2 hərfindən və 3 rəqəmli onluq ədəddən formalaşır. Ölkədə ən çox neçə avtomobil nömrə təyin etmək olar? Baxaq. Belə buraya yazacağam. Deməli, 26 hərfli 74 variantdadır. Deməli, belə da bizim deməli, avtomobil nömrə nişanlarımız. Bura 2 dənəsi qoyulur. Yəni, nə? 2 dənə onluq hərf qoyulur. Onluq ədəddir. İxtiyari 2 hərfindən və 3 rəqəmli onluq ədəddən.
İxtiyari 2 hərfindən 3 rəqəmi. Bura 74-dür. Çünki 74 variant deyir. 74-dür. Bu isə 3 dənə deməli, daha doğrusu 2 dənə hərf olur. Sonu isə 3 dənə rəqəm olur. Bura hansı 2 variantdır? Deyək ki, burada hərfləri qoyuram da. Neçə hərfdən? 26-dan incisi hərf basılır. Demək 26 bura qoya bilərəm. 26 da bir də qoya bilərəm da bura. Yəni 2 dənə hərf. Deyək ki, məsələn də 74 B, A, misal deyək ki 512. Məsələn belə bir 74. Belə bir deməli, nədir? Nömrə nişandır. Hə, məsələn 74 budur. 74 olmaz, 68 olar. Nə bilim 67 olar, amma 74 variantı. Bura 74 qoymasam da olar. Ha, məsələn deyək ki 85. Aha. Demək nədir? Bax bunu elə bil ki bundan 74 dənədir. Deyək 85, nə bilim axı 67, 74 və yaxud da başqa rəqəmlər də yəni. Amma ondan 74 variantda var. Ona görə bura 74 qoyuruq. Bu isə bax 26 dənə bura hərf qoya bilirəm. 26 dənə bura hərf qoyuruq. Ona görə 26 vur 26 yazıram. Bu isə mən bax 10 dənə rəqəm bura qoyuram. 10 dənə rəqəm bura. Yəni məsələn də deyək ki, bax 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 0, 1, 2, 3, 5, 6, 9, 8, 9. Yəni 10 dənə bura, 10 dənə bura. Elə bil ki, bax bura 10 dənə, bura 10 dənə, burada 10 dənə. Deməli, bu 10-u bura 1000 dənə. İndi burada deyək ki, əldə vəssalamdır. Bura deməli 10 dənə rəqəm bura qoya bilirəm, 10 dənə rəqəm bura, 10 dənə rəqəm bura. Demək, hamısı bir yerdə. İndi mən vururam. Bax, bura 74-dür. Bura 1 variantdır. Elə bil ki, 74. 74 1 olur. Yəni 1 variantda olur. Sonra bax, burada 26-dır. Mən nə edəcəm? 26-nı vuracam 26-ya. Elə 26-nın kvadratı da, 26-nı vuracam 26 deyənə. 26-nın kvadratı yaza bilərəm. 26-nın kvadratı. Bura nə edirəm mən? 10-un kubu. Çünki onu vuram, onu vuram, onu. 10-un kubu. Bax, aşağıda hansıdır? Məsələn, 74 vuraq, 26 vuraq, onu belə deyil də, yəni. Burada 74 ümumiyyətlə olmaz. 74-ləri çıxıram. Çünki 74 olar da, 74-ü burada toplayıb olmaz. Hə, vurma olar. Toplayıb olmaz. 74 dənədir, ona görə vurma. Toplamaq deyil. Silməyə axtarım bir dəqiqə. Hə, elə Y variantıdır. Silənmirəm. 15 deməli nə oldu? E variantı olur. Çünki 15-ə baxacağım. 15 E variantı olur. Çünki burada bax 74 vuracam 26, vuracam 26, vuracam 10, vuracam 10. O bir səlqəli yazım buranı. Aha, burada deməli 26, 2 dənə 26. Hatta bunlarla belə ayrı. Bax, bura 2 dənədir. Burada da nədir? 3 dənədir. 26, bura 10, bura 10, burada 10. Belə qoya bilərəm. Yəni, bunların da hamısını vursam bir-birinə. Demək, bax, 74 vuraq. Bax, burada 26-dan 2 dənədir. Ona görə 26 kvadratı vuraq. Ondan da 3 dənədir. Onun kubu. Belədir. 16-ya baxaq. Kamil 100 ədəd müxtəlif bir qələmi var. Kamilin qələmi var və Kamil bu qələmlərin hər birini ikilik say sistemində kodlaşdırılmışdır. Kamil hər qələmi kodlaşdırmaq üçün ən az neçə bitə ehtiyac var. 100 ədədi kodlaşdırmaq üçün mənə 2-nin qüvvətlərinin hansına yaxındır? 64 ilə 128-in arasındadır. Ona görə 64 neçədir? Deməli, 64 206-dır. 6 bitdir. Bu da 7 bitdir. Mən 6 bit bəs eləmir də. Mənə 100 eləməyim üçün. 6 bit 64 dənəsini ancaq verir. Amma 7 bit 100 dənəsini, 100 ədədi kodlaşdıra bilir. Ona görə mənə nə lazımdır? Hər qələmi kodlaşdırmaq üçün 7 bit lazımdır. Yəni 100 128-ə yaxındır. 128 2-nin qüvvətlər içərisində. O da 2 üstü 7-dir. Ona görə hərəsinə 7 bit lazımdır. 17. Avtomobil nömrə eşyaları hərf, rəqəm, simvolların kombinasiyasından ibarətdir. Azərbaycanda avtomobil nömrələri region kodundan, yəni 74 var, 26 hərf ingilis əlifbasından, ixtiyari 2 hərfindən və 3 rəqəmli onluq ədəddən formalaşır. Saatlı və Sabirəvə seriyası ilə ən çox neçə nömrə deməli eləmək olar, hazırlamaq olar. Bayaqlar burada 74 variant var idi. Burada da 74 var idi. Amma sonda Sabirəvə seriyası ilə ən çox neçə
saatlı və sabirə seriyalı. Yəni 2 dənəsini sadəcə seçəcəyik də biz, yəni 2 versiyanı. Sonra isə burada elədiklərimizi yazacağıq da. Məsələn, deyək ki, bura 2 dənəsi getdi və bu hissələrə 26, 26. Sonra bu 3 dənəsinə də 10, 10, 10 da belə. O da neçə eləyir? Vuranda nətər eləyir? 2 vuraq 26-nın kvadratı. Vuraq bir də 10-un kubu. Belə. O da hansıdır? C belə. 18. 18-də deyir ki, marketdə 24 çeşiddə müxtəlif mal satıldığını bilərək, bu malların ikilik kodla kodlaşdırılması üçün ən az neçə bit lazımdır? 24 nə ilə nə arasındadır? 2-nin qüvvətləri arasında. 24 deməli 32 ilə 16-nın arasındadır da. 32 ilə 16 arasında ən böyük yaxın olanı seçməliyim. Mən 32. 32 2 üstü neçədir? 5-dir. Hərəsində neçə bit lazımdır? 5 bit lazımdır. 20 simvoldan ibarət məlumatın informasiya həcmi 100 bitdir. 20 simvoldur. Hərəsinin deməli həcmi 100 bitdir. 120 simvolun hər biri. Bu məlumat yazılıq əlifbanın cüzünü təyin edir. Demək 20 simvoldur. 20 simvoldursa, hələ cüzünü təyin etmək üçün burada əlifbanın cüzü ümumiyyətlə simvolların sayından bərabərdir. 20 simvola mən deməli nələrin arasındadır? Ən çoxu deməli 32 ilə 16 arasındadır da yenə. Demək ən yaxın olan bu 32. 32 də nədir? Mənə 5 bit verir da. 5 bit. Hə, 5 bit verir. Məsələn 5-dir. Elə 19 nəymiş? Bir dəqiqə, bir dəqiqə, nə deyir? Burada məlumatım. Hə, məlumat 20. Elə birim əlifba. Bir dəqiqə. Yox, orada qarşılıq oldu. Bir dəqiqə. Burada deyir ki, 20 simvolda ibarət məlumatdır. Məsələn da, burada ümumilikdə 20 dənə simvol var. Hə, əlifbada 20 deyil. Ümumi məlumatda 100 bitdir. Aha, 100 biti var bunun 20 simvola. Deməli, mən 100-ü 20 simvola bölsəm, görüm hələ. 100-ü 20-yə, hə, bax 100-ü bölməliyəm ki, 20 simvola, hər simvola neçə bit düşüb. 100-ü 20-yə böləndə eləyir 5. Hər simvola 5 bit düşüb elə burada. İndi əlifbanın cüzünü deyəndə, deyək ki, mən burada məsəl üçün də 24 çeşiddə mal deyəndə biz 5 tapmışdıq. 32-nin qüvvəti 5 idi. Daha doğrusu 2-nin qüvvəti 5 idi. 32-nin 2 üstü 5 kimi göstərdik. Amma burada tərsi əksinə 2-nin üstünə qaldıracağıq. 5-i 2-nin üstünə qaldıracağıq. 5-i 2-nin üstünə qaldıranda eləyir 32. Bu da deməli neçəymiş? Əlifbanın cüzü 32 imiş. Ki, deməli hər bir simvola 5 bit veribdir. 20-də 512 simvolu minimal əlifbada yazılmış informasiya həcmi 1800 bitdir. 512 simvollu minimal əlifba. Bu əlifba veribdir burada. 512 simvollu əlifbadırsa, hər birindən neçə bit düşür? 512-ni 2 üstü 9 kimi yazsam, 9 bitdir. Minimal əlifbada. Aha. Deyir ki, bu informasiyanın həcmi 1800 bitdir. Ümumiyyətlə, həcmi 1800 bitdir. Aha. Həcm, bu deyir informasiya Unicode əlifbasıyla kodlaşdırılarsa. Hə. Mən elə bu lazım deyil mənə. Yəni 512 9 bit eləyir. Amma bu 9 bitdir. Hə, burada simvolun sayını tapmalıyım. Simvolun yazılmış informasiya. Hə, burada simvolun sayını tapmalıyım. Bu yeni səhifə açın. Aha. Deməli, baxıram ki, burada 512-ni dedik ki, minimal əlifba 2 üstü 9 ilə, yəni hər buradan 9 bitdə hər simvolu. Burada da baxıram ki, 1800 bitdir. Ümumi informasiya həcmi 1800 bitdir. İndi mən simvolun sayını tapmaqdan yana, hər biri 9 bitdirsə, ümumilikdə 1800-dirsə, mən nə etməliyim simvolun sayını tapmaq üçün? 1800-ü bölməliyəm 9-a ki, tapam ki, mən neçə simvoldur? Yəni, biri 9-dur, ümumilikdə də 1800-dür, 1800-dür. Demək, 1800-ü 9-a bölü tapacam mən, görüm neçə simvolum var. 1800-ü 9-a böləndə eləyir 200. 200 simvol var. Tapdım ki, 200 simvolum var. İndi deyir, bu informasiyanı, yəni bu 200 simvolu informasiyanı Unicode əlifbası ilə kodlaşdırsın. Unicode əlifbası ilə, məsələn, deyək ki, 200 simvolun hərəsini mən
2 baytla kodlaşdırsam, 2 bayt. Çünki Unicode'da bir simvolunuz 1 bayt daxil, 2 bayt daxil. Ona görə 200-ü vuracam 2-yə. Bu da gələcək 400 bayt. Neçə bayt deyir? Elə baytdır, hə. 400 bayt. 21-də. 21-də deyir ki, informatika ifadəsində 32 simvolu minimal əlifbada kodlaşdırılarsa, onun informasiya həcmini müəyyən edin. Aha. İndi baxıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə burada hərfim var. Amma baxıram ki, məsələn, mən burada neçə hərf var. İ hərfi, bir dənə İ hərfi var. N hərfi, F, O, R, M, A, T. İ yazmışam da, İ nəzərə almayacam da. K, bir də A da yazmışam. İ ilə burada K-ya çıxıram. Neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə fərqli simvol var burada. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə fərqli simvol, fərqli simvol. Bu 9 dənə fərqli simvol, ən minimal əlifba deyək ki, dirə 9 dənə hərfim var. Bu sözü yaratmışam. 9 hərfli əlifbanın deməli kodlaşdırmaq üçün hər simvoluna neçə bit verir? 9 nəyə yaxındır? 8-dən 16-ya yaxındır da, yəni arasındadır. 8 götürə bilmədiyim üçün 16-ını götürürəm. 16-da 2 üstü neçədir? 4-dür. Demək, hər simvolum 4 bitdir. Burada da informatika sözü, informatika. Ümumilikdə 11 dənə, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə simvolum var. Hərəsi 4 bitdirsə, 11-i vururam 4-ə. Neçə eləyir? Arada səhv elədik, bir dəqiqə. Saydım düz elədi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 4 simvoldur. Aha. 44. Aa, 44 bitti. Bir dəqiqə. Yox, bir dəqiqə. Burada da səhv eləmişəm mən. Buranı oxumuram. 32 simvollu minimal əlifba ilə. 32 simvollu minimal əlifba oxuyuram. 32 simvollu elə bu 5-dir. 5-ə vuracaq. Çünki 32 simvollu deyir. Minimal əlifba gördüm. Dedim bəlkə deyir ki, elə ən minimal əlifba ilə kodlaşdırıldı. 32-yə fikir vermədim bax. Ona görə bu hərəsi demə. Onda 32-ni göstərirəm nə? 2 üstü 5. 2 üstü 5. O da 5 bitdi hərəsi. Burada neçə dənə simvol var? 11. Demə 11 də vururam 5-ə. Bu deyir 55 bit. Yəni A variantı. Sonra keçək 22-yə. 40 simvoldan ibarət olan məlumatın informasiya həcmi 320 bitdir. Deməli, 40 simvolum var. Həcmi 320 bitdir. Bu məlumatın yazılıq əlifbanın gücünü müəyyən edir. Demək, bu simvolda hərəsinə mən neçə bit vermişəm? Onu tapmaq üçün ümumilikdə 320 bitdir, 40 simvolun hamısı. Amma hərəsinə ayrı-ayrı neçə bit verirəm. Onda 320-ni bölürəm 40-a, biləm ki, hərəsinə neçə bit verilib da. 320-ni 40-a böləndə neçə eləyir? Deməli, burada 8. 8 eləyir. Deməli, 8 nədir? Bitdir. Hər birinə 8 bitdir. Göstərin. Burada deyir, yazılığı əlifbanın gücünü. Bu, hər bir simvolun tutduğu informasiyanın həcmidir. Bir simvolun. Amma biz ümumilikdə 40 simvolun, ümumiyyətlə də, yəni bu əlifbanın gücünü tapmaq üçün 40 simvolu, əlifbanın gücünü tapmaq üçün 8-i 2-ci qüvvətinə yüksəldirəm. 2 üstü 8-də neçə eləyir? 256. Deməli, əlifbanın gücü neçəymiş? 256 simvol var imiş. 23. 64 simvollu minimal əlifba ilə kodlaşdırılmış mətn 2048 simvoldan ibarətdir. 64 simvollu minimal əlifbadır. Deməli, bax, 64 simvollu minimal əlifba. 64-ü mən necə göstərə bilərəm? 2 üstü 6. Yəni, hərəsi 6 bit olacaq da, hər simvol. 2048 simvoldan ibarətdir. 2048 simvolun hərəsi 6 bitdirsə, demək, neyə neyəcəm? 2048-i vuracam 6-ya. 6 dəfə 8-ini eləyir. Demək, 48, 4 yadda, 24, 28, 2 yadda, bu da 2, bu da 16. 16200, bu neçə idi? 88, bu da 8 idi. 16288. İndi nə deyir bizdən bir dəqiqə? Haradaydı burada?
Hansındaydı? Burada, hə. Bu informasiya neçə simvoldan ibarətdir deyir. Deməli, mən nəyi tapdım? Bitin sayı, simvolu soruşur. Mən hara baxıram, bir dəqiqə görürüm. Mən üstə baxıram, 23-ə. Bu informasiyanın həcmi neçə kilobitdir? Aha, mən bunu tapdım ki, bu bitdir. 16.288 bitdir. İndi bunu mən nə edəcəm? Çevirməliyəm kilobitə. Kilobitə. Deməli, bu bitlər olduqca, yəni 2 üstü 3-ə artıq deməli, bölməyəcəm, vurmayacam. Sadəcə kiloya gedəcəm, bitdən kiloya. Bitdən kiloya da bölməliyəm. Neçəyə böləcəm? Bitdən kiloya gedəndə, daha doğrusu baytdan, bitlər var, baytdan kiloya, 1024. Deməli, mən bunu 1024-ə bölməliyəm. 1024-ə bölürəm. O da 2 üstü 10-dur da. Və burada deməli, mən aslında üstə açıq yazmalıyım. Burada, bir dəqiqə. Burada üstə açıq yazın. Hər bir simvolu 6 bitdir dedik. 6 bitdir. Bunları deməli mən nə edirəm? Vursam vurmuram. Elə belə qalsın. 2048-i vurum deməli 6-ya belə qalsın. İndi bunu bayaq mən nəyə böldüm? Kilobitə. Bax bu neçədir? Bit olacaq da. Bu biti mən kilobitə çevirməliyəm. Kilobitə çevirməyim üçün də mən deməli baytdan bu bitlər qalır. Baytdan kiloya keçəndə, baytdan kiloya keçəndə 210-a bölürəm. Və yazmışdıq bit, bayt, bir də təkrar yazıram, uşaqlar biləsin, yadınıza düşsün. Kilobayt, megabayt, gigabayt. Və belə işarələmişdik. Və buradan 2 üstü 3 idi. Bu 2 üstü 10 idi. 2 üstü 10, 2 üstü 10. İndi mən bax bitmə dəmirim. Çünki bit olduğu kimi qalır. Baytdan keçirəm. Baytdan kiloya keçirəm. Burada nəyə qabağıma çıxır? Baytdan kiloya keçirəndə 2 üstü 10. Demək ki, mən nə edirdim? Özdə bax, kiçikdən böyüyə. Kiçikdən böyüyə nə edirdik? Bölürdük. Kiçikdən böyüyə bölürdük. Demək, böləcəm 2 üstü 10-a. 2048-də necə yazılır? 2 üstü neçə yazılır? 11 yazılır. 2 üstü 11 bölürəm 2 üstü 10-a. Burada da vururam 6-ya. 11-dən 10-un çıxanda qalır elə 2. 2-ni də 6-ya vuranda neçə olur? 12. Demək, 12 nə? Kilo bitdi. B variantı. 23B. Geçək 24-ə. Yeni səhifə açın. ...64 simvollu minimal əlifba ilə kodlaşdırılmış mətn informasiyanın həcmi 24 kilobitdir. 64 simvol deyirsə, bu 6 minimal əlifba ilə kodlaşdırılmış 6 bitdir. Deməli, 6 bitlə kodlaşdırılıbdır. İnformasiya həcmi 24 kilobitdir. Elə bir məsələn, mən 24 kilobitdir. 24 kilobit ümumi həcmdir. Bunun hər birini 6 bitlə kodlaşdırmışam. Hər bir simvolu. Yəni, hər biri 6 bitdir. Hə, simvolu bilmirəm da. Deyək ki, bax, simvolu vurmuşam 6-ya, almışam nə? 24 kilobit. Bax, belə bir şeydir. Simvolun sayını vurmuşam 6-ya, almışam 24 kilobit. Yəni, mən burada simvol tapanda nə edəcəm? Bunu böləcəm buna da. Amma bax, bu bitdi, bu kilobitdir. Demək, mən bu kilobiti və yaxud da, hə də kilobiti, hə, çevirməliyəm bitə ki, bölə bilim. 24-ü mən nə edəcəm? Kilobitdən bitə keçmək üçün. Demək, bitlər olduğu kimi qalır. Kilodan bayta keçəcəm. Kilodan bayta nə edəcəm mən? Kilodan bayta bayaqları göstərmişdik. 2 üstü 10 idi. Buradan bit, bayt, kilobayt, megabayt, gigabayt. Bax, bitdən bayt, kilobayt, megabayt, gigabayt. 2 üstü 3 idi, 2 üstü 10, 2 üstü 10, 2 üstü 10. Deməli, kilodan bayta keçirəm. Bit var. Kilodan bayta da 2 üstü 10-dur. Böyükdən kiçiyə, bayaqları kiçikdən böyük. Böyükdən kiçiyə nə edirəm? Vururam. Böyükdən kiçiyə vurulur. Demək, burada 24-ü mən nəyə vuracam? 24-ü vuracam 2 üstü 10-a. 24-ü 2 üstü 10-a vuranda. Bu eləyir, deməli, 1024. 1024-ü də 24-ə vurmalıyam. Düz eləyirəm, görəsən bir dəqiqə.
Hardasa səhv gedir, bir dəqiqə. 6 bitdi. Ha. Bu boydadır. Bunu 6'ya bölməliyəm. Ha, bir də 6'ya böləcəydim axı. Hə, deyirəm axı. Ha, bunu vurub sonra böləcəm 6'ya. Bunu çevirdim bitə. Bu da 6 bitdi. İndi mən bax buradan tapanda 6 bitə bölməliyəm. O 24'ü 6 bitə bölməliyəm. Demək 24'ü 6'ya buradan bölürəm, ixtisar aparım. Burada qalır 4. 4 vurursun. 2 üstü 10 da eləyir neçə? 1024. 1024. 4'ə 1024'ə vuranda eləyir 4096. Bu da D variantı. 25'e baxaq. 25'te deyək ki, 1024 simvoldan ibarət mətnin informasiya həcmini 3 kilobit. Bu informasiyanın kodlaşdırdığı əlifbanın gücünü müəyyən edir. 24 simvoldur. Ümumiyyətlə mətnin həcmi. Həcm, daha doğrusu da simvolumuzun sayı var. İnformasiyanın həcmi isə 3 kilobitdir. Həcmim, yəni deyək ki, V bərabərdir, həcmim 3 kilobitdir. Simvolların sayı simvolumda neçədir? 1024'dür. Əlifbanın gücünü tapmalıyam. Mən baxıram ki, bu simvolun sayını, bunu daha doğrusu bu boyda bit eləyəcək də, neçə bitdisə. Hərəsinə, hər bir simvola neçə bit düşür, nə edəcəm? Bunu böləcəm buna. 1024'ü böləcəm nəyə? 3 kilobitə. Deməli, nə edirəm mən? Bunu birinci bitə çevirirəm ki, tapan bunu bitə çevirirəm. Bu bitə çevirəndə, yəni bitə. Aha. Bitdən bitə heç də dolmur. Kilodan bayta keçəcəm elədir. Kilodan bayta keçəndə vururam. Abaya. Kilodan bayta keçəcəm. 2 üstü 10'a. Yəni 3'ü vururam 2 üstü 10'a. O da eləyir neçə? 1024'ü. Elə 3 vuraq 2 üstü 10 yazaq. 3 vuraq 2 üstü 10. Aha. 3 vuraq 2 üstü 10 bitdi. Çevirdim. Simbolumun sayda 1024'dür. Bu da 2 üstü 10 kimi yazıram. İndi mən nəyi tapacam? Əlifbanın gücünü deyir, müəyyən edin. Hə, mən bu simvolun sayını həcminə bölsəm, həcmi simvolun sayına bölsəm, tapacam ki, burada neçə dənə simvol var. Tapıram, yaxşı. Bir dəqiqə. Hə, elə düz eləyirəm, hə, biraz çaşdım ki, az bir rəqəm alınacaq ona görə. 2 üstü 10'dur, 2 üstü 10'un, bu 2 üstü 3'ü biti, bunu, həcmi böləcəm. Nəyə? 2 üstü 10'a. Nəyə tapmaq üçün mənə? Bir simvolun kodlaşdırdığı gücü. Elə bir ki, V bərabərdir. Deyək ki, nəydi? V bərabərdir. Bir dəqiqə, nə oldu bunda? Aha, V bərabərdir. Deməli, nə? Elə bir simvolun sayını, ümumiyyətlə də həcmini vurmalıyam bir simvolun deməli informasiya həcminə. Məsələn, bu da n idi da. Və yaxud da i də yazmaq olar, n də yazmaq olar. Simvolu vururam informasiyanın həcmi, daha doğrusu bir simvolun tutduğu informasiyanın həcmini. Burada da elədir də. Məsələn, 3 vurursun 2 üstü 10 bitir. İndi mən məsələn, bax simvolum burada var. Və həcmim də var. Buradan n-i tapanda nə edəcəm? Həcmi böləcəm simvolun sayı, bir simvolun tutduğu həcmə. Simvolun sayına. Bu simvolun sayı 2 üstü 10'dur. N bərabərdir, deyək ki, tapmaq üçün. Həcmi, yəni 3 vurursun 2 üstü 10'u. Bölürəm nəyə? 2 üstü 10'a. Tapıram ki, buradan bunlar gedir, qalır 3. N-im 3'dür. Yəni deyək ki, bax, elə bil ki, V-yi tapmaq üçün 3'ü vurub buna 3 kilobit eləyib. Bax, elə eləyib. İndi biz demə n-i tapandan sonra burada gücünü soruşur. Demir bir simvolun tutduğu informasiyanın həcmi nə qədərdir? Bir simvolu demir. Deyir ki, ümumi informasiyanı kodlaşdırdığı nəyi harada yazmışdı? Əlifbanın gücünü. Əlifbanın gücünü tapmaq üçün bu i tapdım da. Bu n-i yerinə əslində idi. Mən n yazdım. Bu i-dir da, deyək ki. Düsturlar olanda n bərabərdə 2 üstü i yazılır. Deməli, i tapmaq üçün mən nə edirəm? Daha doğrusu n-i tapmaq üçün 2 üstü i. Bunu gətirirəm. 2 üstü i. N ümumi həcmdir. N bərabərdə 2 üstü i-dir. Düsturundan istifadə edirik. 2 üstü i də i tapdım 3'dür. 2 üstü 3, o da eləyir 8. Əlifbanın gücü n-ləndir. İndi gücü neçə oldu? 8. Demək 8 dənə simvol var imiş ümumi əlifbada. Yəqin ki, fikrimi çatdıra bilirəm. 26.
256 müxtəlif unikal ikilik simvolu kodlaşdırmaq üçün ən az neçə bitə ehtiyac var? Unikal ikilik kodu ən azı 8 bitə ehtiyac var da. 256 da 8 bit. Sonra 27. 212 simvoldan ibarət olan mətnin informasiya həcmi 2 kilobitdir. Baxaq sayfaça. (512 simvoldan ibarət olan mətnin informasiya həcmi kilobitdir. Simvolumuz 512-dir, simvol sayı. Ümumi həcmi, yəni V bərabərdir, 2 kilobitdir. Deməli, buradan da mən tapacağım nəyi? Bir də simvol sayını tapıram. Simvol sayım da nəyə bərabərdir? 512-yə. İndi buradan mən i tapacağım da, yəni nəyi soruşur? Kodlaşdırmanın gücünü i tapmalıyım. i tapanda nə edirəm? Həcmi bölürəm bura. i bərabərdir. Bunu böləcəm buna. Üstdəki də 2 kilobitdir. Bitdir. İndi bu bitə çevirməliyəm ki, mən bit nədir də ümumiyyətlə. Bunu bitə çevirməliyəm. 2 kilobiti bitə çevirəndə demək, kilodan bayta gedəcəyik. 2 bitə yaxınlaşaq. Kilodan bayta. Bit var çünki burada. Kilobayt olsaydı 200 bir də bitə çevirməliydik. Amma bit var deyə ta 2 kilodan bayta gedirik. Ona görə də kilodan bayta da gedəndə 2/10-dur. 2/10-da vururam çünki böyükdən kiçiyə gedirəm. Deməli, 2-ni vuracam nəyə? 2/10-a. Bu da eləyir 2/11 da. 2/11 bit. Bu ümumi həcmdir. Demək, mən bu həcmi bölməliyəm simvolların sayına. Simvolun sayda bu da 2/9 kimi göstərir. Demək, 2/11-i bölürəm 2/9-a. 11-dən 9-un çıxanda neçəsi qalır? 2/2. Bu da neçə eləyir? 4. İ'nin bərabərli 4-dür. Nəyi soruşur? Əlifbanın gücünü. Əlifbanın gücünü soruşursa, 2-ni i'ni gətirəm 2-nin üstünə. 2/i'dən bərabərdir 2/4. O da eləyir neçə? 16. C variantı. 28-ə baxaq. Müəyyən bir əlifba simvollarında istifadə etməklə bir dəqiqə. Yaxşı, müəyyən bir əlifba simvollarını istifadə etməklə ən çox 1024 sayda müxtəlif söz əldə etmək olar. Ən çox 1024 sayda söz əldə etmək olar. Bu sözlərin hər birinin 5 simvoldan ibarət olduğunu bilərək. Əlifbanın gücünü müəyyən edir. Deməli, 1024 dənə söz var. Söz sayı 1024-dür. Amma hər sözdə də simvol sayı 5-dir hərəsində. 1024-də hərəsində 5 varsa, 1024-dür. Vururam nəyə? 5-ə. Tapıram simvolların ümumi sayını. Ümumi sayı neçə edir? Məsələn, 5 dəfə 4-ün 22 yadda, 2 dəfə 5-in 12 yadda, 12. Bu 1, bu da 5. 5120. İndi 5120 2-nin qüvvətlərinin şəklində yazsam, nə ilə nə arasındadır? Çünki gücünü deyir axı. Gücünü müəyyən. Bir dəqiqə. Haradaydı? Burada. Bu arada olduğu əlifbanın hər birində söz var. Da düz deyil. Simvoldan istifadə etməklə ən çox 1024 sayda müxtəlif söz əldə etmək olar. Bu sözlərin hər birini 5 simvoldan ibarət olduğunu bilərək əlifbanın gücünü müəyyən edin. 5120-dir. 5120 nə ilə nə arasındadır? Deməli, 4096 ilə 8000 193. Bir dəqiqə görün bu. 13 eləyir. Burada 13 yoxdur axı. Burada səhv eləyirəm. Üzr istəyirəm, səs bağlanmışdı. Bilmədim, daha nə vaxt bağlanmışdı. Deməli, mən burada bu hesablamaları düzgün edəmədim. Məsələn, deyib, bunlar belə deyil, belə olmur. Yəni, bu başqa cür başa düşdüm, amma elə deyil. Yəni,
Burada deyir ki, belə bir simvollar var. Deyir ki, belə 5 simvollu sözdür. 1, 2, 3, 4, 5 simvollu bir sözdür. Mən bura hansı hərflər qoya bilərəm, neçə hərf qoya bilərəm? Mən bilmirəm də sayını. Amma bilirəm ki, ümumilikdə bu nəyə bərabərdir? Bundan vursam bir-birinə, saylarını vursam bir-birinə, eləyəcək 1024. Ümumi halı bilirəm. O başda ki, var idi ki, simvollar neçəsindən təkrarlanan cüt rəqəm, bu da əvvəlki suallarda. Neçə cüt rəqəm düzəltmək olar, neçə təkrarlanmayan rəqəm düzəltmək olar və s. Bax, ona oxşuyur. Sadəcə burada rəqəmlərin sayı məlum, daha doğrusu simvolların sayı məlum deyil. Ümumi hal. Bizdə ümumi halı soruşurdu bayaqçı suallarda. Burada ümumi hal var. Amma sayı yoxdur da, yəni ki, neçə dənə hərf qoya bilərəm. Deyək ki, bu 5 simvoldan məsələn birinciyə neçə dənəsini qoya bilərəm, ikinciyə neçəsini bilmədiyim üçün bunu bir deyək ki, n-lə və yaxud da x-lə belə işarə edirəm. Deyək ki, bu bilmirəm da, x qədər bura simvol qoya bilərəm. Necə bayaqları deyək ki, bax qoymuşdum 3 simvollu. Deyək, bura 4 qoyurduq, bura 3 qoyurduq, bura 2 qoyurduq, belə vururduq bir-birinə. Burada da indi bilmirəm axı sayı neçə dənə hərfdir. Ona görə bunlara hamısına x qoyuram. Hamısını bir-birinə elə bil ki, vururam. Bu da x üstü neçə edir? 1, 2, 3, 4, 5. Bu da x üstü 5 edir. Bu nəyə bərabərdir? 1024-də. 1024-də 2 üstü 10-dur. Bunun indi bu üstlərini bərabər eləmək üçün belə eləyək də. 2 üstü 5 bərabərdir. Burada 2 üstü 2. 2-ni nəyə vuranda? 5-ə vuranda da. Aha, üstlərini belə bərabərləşdirəm. 2 üstü 5 bərabərdir. 4 üstü 5. Buradan da 5 dərəcə edir. Demək nə qalır? X bərabərdir 4. Demək x bərabərdir 4. Demək tapıram ki, məndə 4 dənə hərf var ümumiyyətlə. 4 dənə hərf var. Hər bir deməli simvola 4 hərf qoya bilərəm. Burada 4-ünü qoya bilərəm, burada 4-ünü qoya bilərəm. Hamısına 4 dənəsini qoya bilərəm. Hamısında bax 4 vur 4 vur 4 vur 4 vur 4 olanda hamısı eləyir 1024. Bu sual yadıma düşdü. Mən yadımdan çıxmışdı. Bu sual biraz belə düşündürücü qəli suallardan biri idi. Mən başqa bu yuxarıdaşlarla səhv saldım. Lap yuxarıda bir çalışma var idi. Onunla səhv saldım. Ona görə vururdum bir-birinə. Sən demək, yəni bu belə qayda idi. Bu qayda maraqlı bir sualdır. Yəni müəllimlər arasında da suala, sorğuya səbəb olan sualdır. Deməli, bu 28-də belə olur. Yəni deyək 29-da da elə birim aynı bir şeydir. 29-da. İndi 29-a baxaq. Və 28-i anladınızda yəqin ki başa düşdünüz. Elə bil ki başlarda olan ki o simvollar sayı var idi. Bax bu tiplər. Bu tiplərin elə bil ki əksini biz tapırıq da. Biz orada hallarını tapırdıq, amma burada hal verib, 1024 hal verib. Burada biz deməli saylarını tapacağıq ki, ümumi neçə dənə simvolumuz var imiş. Sonra demək 29-a baxaq. 29-da ilə buradan yazıram yan-yana da yanı daha yaxşı başa düşəsiniz deyə. Müəyyən bir əlifba simvollarını istifadə etməklə ən çox 65536 sayda müxtəlif söz əldə etmək olar. Bu sözlərin hər birinin 4 simvolu var. Bax, burada 5 simvol idi. İndi burada 4 simvol. 1, belə eləyək də. 1, 2, 3, 4 simvol. Elə bil ki, məsələn, deyək ki, hər hansı bir söz yazıb 4 hərflidir. Məsələn, deyək ki, məsələn, birinci hərf deyək ki, A-dır, ikinci C-dir, D-dir, bu da olsun S. Belə bir hərfdir də, misal. Birində belədir və s. İndi bu hərflərdə, amma neçə dənə hərfdir? Bu hərflərdən də düzəldilir. Ümumi olaraq neçə dənə simvol olur? Neçə dənə simvol olur dedik? 65536. Deməli, deyir ki, əlifbanın gücünü müəyyən edir. Burada da yenə eyni. Burada deməli, mən də yenə bilmirəm, amma bilirəm ki, 65536-dır. Ümumi hal. Halların sayını bilmirəm. Halların sayını bilmədiyim üçün x edirəm. İkisi də üstü neçələrdir? 4-dür. 2 üstü 4 bərabərdir. 65536, 2 üstü 16 deməkdir. Bunun da eyni üstü 2 üstü 4-ə gətirmək üçün 2 üstü 4 bərabərdir. Deməli, neçə yazın burada? 4-də 2 üstü 4 üstü 4. Belə yazaq. Aha.
Burada da x üstü 4 bərabərdir 16 üstü 4. Buradan 4-də də getdi. X bərabərdir. Nəyə qaldı? 16. Bu da B variantı. Ümid edirəm ki, başa düşdünüz. 29-u, 28 və 29, yəni eyni tipli suallardır. Dediyim kimi, başdakı sualların tərsidir. 30-a baxaq. Məlumat 16 simvoldan ibarət. Bəlkə bir dəqiqə dayandırım, burada ikinci videonu çəkim. Burada dayandırım.